Biri var idi, biri yox idi. Bir qırmızı papaq var idi. Qırmızı papaq meşədə gəzə-gəzə, gülə-gülə, oynaya-oynaya yol ilə gedirdi nənəsini ziyarət etməyə. Və qarşısına bir qurd çıxır. Qurd qırmızı papağa deyir: bunu eşidən qurd plan qurur və tez gəlir nənənin yanına və nənəni yeyir və keçir nənənin yerinə. Aha, heç nədən xəbərsiz olan qırmızı papaq gəlir nənəsinin yanına. Amma bilmir ki, o nənəsi deyil, qurddur və başlayır suallar verməyə uca səslə. Səni yaxşı. Hə, görmək üçün. Bəs mənim qollarım yerəkədir. Səni yaxşı qıcaqlarına. Bəs sənin qolun yerəkədir. Bəs sənin yerəkədir. Səni yaxşı yerəkədir. Və bunu deyir, atılır qırmızı papağın üstünə. Səs eşidən meşədə işləyən gözətçi səsi eşidir və gəlir. Aha, gəlir və qurdu öldürür. Aha, və əl çəkmir bir daha. Və nənə ilə qırmızı papağı xilas edir. Hətta əl çalmışaqlar.